Toylarda olur ya, böyle kənd toylarında, palatlı toylarında mikrofonu yoxlayanda sı, bir, ki. Söhbəti çox uzatmadan keçmək istəyirəm əsas məsələyə. Bu günlərin bu videonu nə üçün çəkirəm? Bu videonu o insanlar üçün çəkirəm ki, büdcələri nisbətən aşağıdır və aşağı büdcəyə, amma super bir sistem blok almaq arzusundadırlar. Bu video sona kimi baxın. Çünki bu təklif həqiqətən də elə bir insan qalmayacaq ki, o insan desin ki, yox, burada bu çatışmır, bu qiymətə görə bu bahadır və s. Məsələ nədən gedir? Belə bir super sizə sistem blok, super qiymətə hazırlamışıq. i5 12-ci nəsillə normal bir prosesor kullerinə, hansı ki i7-də bu istifadə olunur. Plata H610, 32 GB operativ yaddaş var burada. 1 TB M2 sürətli SSD-si. Videokarta RTX 3060 Ti. 8 GB 192 bit. Zalman case'i, gördüyünüz gaming case və Zalman'dakı 700 wattlıq qida bloku. Və bu sistem bloku sizə demək olar ki, havayı qiymətə təqdim edirik. Havayı hansı qiymətə? 1550 manata. Bu sistem blokda iComp böyük bir xeyir qazanması da olar şüarı ilə bu videonu çəkirik, paylaşırıq ki, az büdcəsi olanlar gəlib bir vəhşi sistem bloku əldə edə bilsinlər. Qaldı nə? 1550 manatı götürmək, iComp-a gəlmək və bu sistem bloku nə qədər ki bitməyib əldə eləmək.